Peyğəmbərin İbn Əl-Hənəfiyyə, İmam Baqir, İmam Zeyd, İmam Cəfər kimi digər ailə üzvlərinin baxışlarına gəldikdə isə onlar da müvəqqəti nikahı qadağan edirdilər. Bu barədə Əhl-i Sünnə və Şia alimlərin kitablarından bir neçə misal gətirək. İmam Beyhəqi Əs-Sunan Əl-Kubra kitabında Busama Əs-Sırfidən onun İmam Cəfərdən müvəqqəti nikah haqqında soruşub. Onu ona təsvir edib. O isə deyib, bu zinakarlıqdır. Əs-Siyaqi Ravdan Nadir kitabında yazırdı. İraq ilahiyyatçısı Əl-Həsən bin Yahya bin Zeyd rəvayət edir ki, Rəsulullahın ailə üzvləri müvəqqəti nikahın qadağan edilməsində həmrəy idilər. Cəfəri şeyxlər İbn İdris, Əl-Hur Əl-Amili və Əl-Məclisi, İbn Əbu Umeyr'in Xişam İbn Əl-Həkəmdən İmam Cəfərin müvəqqəti nikah haqqında bu cür dediyini göstərən hədis rəvayət ediblər. Yalnız əxlaqsızlar belə edirlər. İbn İdris və Əl-Hur Əl-Amili həmçinin rəvayət ediblər ki, İbn Sinan İmam Cəfərdən müvəqqəti nikah barəsində soruşduqda o deyib, bununla öz ruhunuzu murdarlamayın. Əl-Məğribi Daim Əl-İslam kitabında rəvayət edir ki, İmam Cəfərdən müvəqqəti nikah haqda soruşurlar. O xahiş edir ki, bunu təsvir etsinlər. Ona deyirlər, kişi qadına rast gəlib ona 1-2 dirhəmə, bir cinsi akt və ya 1-2 günlük müvəqqəti nikah bağlamağı təklif edir. İmam deyir, bu zinakarlıqdır və yalnız əxlaqsızlar bu cür hərəkət edirlər. Qazi Əl-Məğribi kitabında Əli bin Əbu Talibin sözlərini xatırladır. Gəlinin vəlisi və 2 şahid olmasa nikah bağlamaq olmaz. 1 və ya 2 dirhəmə, 1 və ya 2 günlük nikah bağlamaq olmaz. Bu əxlaqsızlıqdır və nikahda əvvəlcədən heç bir şərt ola bilməz. Şeyx Muhammed Ət-Tusi özünün kitablarında, həmçinin Cəfəri alim Əl-Hur Əl-Amili Vəsail Əşşiyə kitabında Əmr bin Xalidin Zeyd bin Əlidən onun atası İmam Əlinin belə dediyini göstərən hədis rəvayət edib. Rasulullah Xeybər günü eşşək ətini və müvəqqəti nikahı qadağan etdi. Zeydilərin kitablarından Musnəd İmam Zeyd ibn Əlini göstərmək olar ki, burada onun atasından və babasından İmam Əlinin belə dediyini göstərən hədis verilir. Rasulullah sallallahu aleyhi ve sellem Xeybər günü müvəqqəti nikahı qadağan etdi. Bütün mömin müsəlman alimlər müvəqqəti nikahın qiyamətə qədər qadağan edilməsində yekdildirlər. Əl-Məzari yazırdı. Müsəlman alimlər ittifaq etdilər ki, müvəqqəti nikah şəriətlə qadağan olunub. Bununla yalnız Peyğəmbərin sonradan ləğv etdiyi hədislərə əsaslanan bəzi yolunu azmışlar razılaşmır. Bu hədislər dəlil ola bilməz. Əl-Xattabi Mealim Əs-Sunan kitabında yazır. Müvəqqəti nikahın qadağan olunması ilə bəzi şiələrdən başqa bütün müsəlman alimlər razılaşır. Buna hətta mübahisəli suallarda onların İmam Əliyə və Peyğəmbərin ailə üzvlərinə istinad etmələri ilə də bəraət qazandırmaq olmaz. Belə ki, İmam Əli bin Əbu Talibin müvəqqəti nikahın sonradan qadağan edildiyini xəbər verdiyi dəqiq məlumdur. Bundan əlavə Əl-Beyhəqi İmam Cəfərin müvəqqəti nikahı əsl zinakarlıq adlandırdığı sözləri rəvayət edib. Görəsən, uşaq özünün belə biabırçı